Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfşanə Ağayeva sizlər üçün vacib olan mövzuların izahına davam edirəm. Bugün toxunacağım məsələ frazeoloji birləşmələr məsələsidir ki, bu məsələdə istər qəbul, istərsə də buraxılış imtahanlarında qaçılmaz sual tiplərindən biridir. Dostlar, frazeoloji birləşmələr dilimizdə hazır şəkildə varlar. Biz onları özümüz yarada bilmərik. Bizim öhdəmizə düşən həmin frazeoloji birləşmələrin mənasını bilmək, onların sinonimlərini, antonimlərini müəyyənləşdirmək və əgər amonim frazeoloji birləşmədirsə, onun məna taylarını bir-birindən fərqləndirməkdir. Bugün ekrana yazdığım frazeoloji birləşmədə digər amonim frazeoloji birləşmələrdən fərqlənir. Belə ki, qılıncından qan dammaq frazeoloji birləşməsi heç də adi frazeoloji birləşmə deyil. Bu frazeoloji birləşmə amonimlik yaradan frazeoloji birləşmədir. Yəni, məcazi mənalı bu ifadə iki müxtəlif mənanı ifadə edir. Gəlin görək hansı mənaları ifadə edir. Qılıncından qan dammaq frazeoloji birləşməsinin ilkin olaraq ifadə elədiyi məna qəddar, zalım olmaqdır. Yəni, biz əgər qəddar və zalım bir sərkərdədən danışıqsa, deyəcəyik ki, onun qılıncından qan damırdı. Məsələn, İskəndərnamə əsərindəki obrazlardan biri Dara. Biz Dara haqqında deyə bilərik ki, Dara qılıncından qan daman sərkərdə idi. Və yaxud da ki, Səməd Vurğunun Vaqif dramındakı Qacar. Biz Qacar haqqında deyə bilərik ki, Qacar qılıncından qan daman sərkərdə idi. Bəs yaxşı, bu frazeoloji birləşmənin digər mənası nədir? Bu frazeoloji birləşmənin digər mənası igid, cəsur olmaqdır. Məsələn, biz yenə də elə Nizami Gəncəvinin İskəndərnamə poemasındakı müsbət obraz İskəndər haqqında deyə bilərik ki, İskəndər qılıncından qan daman sərkərdə idi. Yəni, igid, cəsur sərkərdə idi. Və yaxud da ki, yenə də Səməd Vurğunun Vaqif dramından misal çəkək. Vaqif dramındakı Eldar obrazı haqqında deyə bilərik ki, Eldar qılıncından qan daman sərkərdə idi. Yəni, Eldar igid və cəsur sərkərdə idi. Bu qədər dəyərli dostlar, bu cür izahlarımızın davamlı olmağını istəyirsinizsə, bizi izləməyi, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Diqqətiniz üçün təşəkkürlər.